Salam hörmətli YouTube kanalımızın izləyiciləri, bildiyiniz kimi 114 izolyasiya qrup həm ərazidə xidmət göstərir, həm də hazırda Abşeron Ticarət Mərkəzində gördüyünüz izolyasiya məhsullarının təyinatı üzrə məhz belə bir satış yeri götürüb. Əlbəttə ki, köpüklərimiz gördüyünüz kimi polkalarda məlumat verə bilərəm sizə. Demək, gördüyünüz Polinor 3D, 3D məhsulu, Texnikoil məhsulu, Quickshop məhsulu və tris məhsulu və keçdik bu bir tərəfə isə burada da gördüyünüz kimi müxtəlif lövhələri yapışdırmaq üçün məhsullar, baza betonları yapışdırmaq üçün məhsullar, yəni hörgü məhsullarını bir-birinə yapışdırmaq üçün məhsullar və keçdik bu bir tərəfə. Hazırda hələ dükan bildiyiniz kimi yenidir. Hər gündə mallar gəlir, hər gündə vitrinlərə işlənir və siz yaxınlaşdığınız zaman bütün məhsullar barədə sizə geniş və ətraflı məlumat verir. Yəni biz satış yerindən əraziyə yox, ərazidən satış yerinə gəlmişik. Ona görə də biz bilirik ki, hansı məhsul ərazidə hansı effekti verə bilir və sizə xeyri və nə qədərdir. Demək keçək, gördüyünüz kimi belə bir məhsulumuz gəlib. İndi anbarımızda da bu məhsuldan demək olar xeyli sayda var. Bu gördüyünüz kimi 120 sıxlıqda daş yunudur, fasad üçün nəzərdə tutulub. Məlum məsələdir ki, iş prinsipi barədə də məlumat verəcəyik. İkinci gördüyünüz kimi izover mineral yunudur. Bu da qalınlıq 10 cm-dir və 5 cm-dir. Tövsiyə eləyərək ki, ümumiyyətlə bu məhsulu 5 cm istifadə etməyəsiniz. Niyə? Çünki 5 cm-lik qalınlığında olan, bu sıxlıqda olan, zəif sıxlıqda olan məhsul heç zaman sizin isti soyuğunuzu qoruya bilməz. Yəni bununla müqayisə etməyin, çünki bunun sıxlığı çoxdur. Və keçdik Rockwool daş yunu gördüyünüz kimi. Bu da standart mansarlar üçün daha yaxşıdır. 5-lik tövsiyə eləmirəm, çünki 5-lik nəticə verməyəcək. İkisini üst-üstə razbeşka olaraq istifadə edə bilərsiniz. Bu da 80-dan 60 olan ölçülədir. Nəzərinizdə olsun ki, bunların isti soyuq əmsalı, bunların ikisindən söhbət gedir. Bunların isti soyuq əmsalı 65-70%-dir. Yəni bundan o tərəfə keçmir. Ona görə də sizin mineral yununuzun qalınlığı böyük olmalıdır ki, tərləmə ehtimalı ensin sıfıra. İkinci məhsulumuz isə Penaplex məhsuludur. Sıxlığı 26 sıxlıqdadır. Demək, gördüyünüz kimi bu Penaplex məhsulunun 5-50 mm olanıdır. Bunlar adətən fasad üçün nəzərdə tutulub. Çünki bunlar stena gedir, yəni belə bir təyinat üzrə istifadə olunur. Əgər qoşa daşda istifadə eləsəniz, 3 gün istifadə edə bilərsiniz. Əgər tək daşda istifadə edirsinizsə, 5 gün istifadə edə bilərsiniz, yaxşı olar. Bu həmin məhsulun üçlüyüdür, məlumat verdim o barədə. Bu gördüyünüz kimi Penaplex Comfort. Bunlar betondur, digər yerlərdə istifadə. Misal üçün döşəməyə vurub üzərinə laminat vura bilərsiniz, döşəməyə sərib üstünə beton tökə bilərsiniz. Bu kimi təyinatı üzrə istifadə olunur. Bu həmin məhsulun 5-liyidir, bu da həmin məhsulun 3-lüyüdür. İnşallah gördüyünüz satış yerimizə müxtəlif təyinatlı izolyasiya məhsulları gələcək və biz sizə geniş və ətraflı məlumat verəcəyik. Davamlı izləməyi unutmayın.